əvvəllər dini bilikləri gənclərə ailələri ötürürdü. Obrazlı ifadə ilə desək, bu biliklər ütülənmiş, sahmana salınmış biliklər idi, informasiya idi. Amma bugün hər növ informasiyanı, o cümlədən dinə dair informasiyanı media ötürür. Medianın ötürdüyü informasiya filtrdən keçməmiş informasiyadır. Çaşdırıcı, dolaşdırıcı məqamlarla doludur. Və əlbəttə ki, bu cür informasiya gənclərə təsirsiz ötüşmür. Gənclər şübhələnməyə başlayırlar. Şübhə inkar deyildir. Şübhə həqiqətə çatmaq üçün insanın keçməli olduğu mərhələdir. Sən şübhələnməlisən ki, araşdırasan. Araşdırdığın zaman həqiqəti tapırsan. Ona görə də biz gənclərə o şübhə mərhələsindən qənaətbəxş cavablar taparaq çıxmalarına kömək etməliyik. Belə olduqda onların inancı möhkəmlənəcəkdir.